Bir nəfər Salmana dedi, Salman Peyğəmbər sahabəsində. Ərəb deyil idi də, əcəm idi. Ərəblərdə də bu əsl nəsəblə fəxr eləmək var. Filan kəs filan nəsildəndir, filan qəbilədəndir. Bu da burada qəribdir. Tanınmır da hansı nəsildəndir. Gəldi söz dil yarası vurmağa, ələ salmağa. Gəldi dedi ki, hardansan sən? Atan, anan kimdir? Bilirik ki, o qəribdir, başqa ölkədəndir. Hardansan? Atan kimdir, anan kimdir? İstəyir ki, tənə vursun. Bunlar ki, mənim atam filan kəsibni, filan, bu mühitdə söz atır ona. Dedi ki, nə işin var, atam, anan kimdir? Gəl sənə bir ünvan göstərim ki, ikimizin ünvanıdır. İkimizin ünvanıdır. İkimiz də o ünvanlanıq. Əvvəli və əvvəlükə nütfə. Sənlə mənim, ikimizin də əvvəlimiz nütfədir. Axiri və axirukə cifə. İkimizin də, sənin də, mənim də axırım meyid olmaq, meyid. Budur. Görürsən ki, bilir ona söz atır, amma əsəbləşmir, muizə eləyir, əslini yada salır ki, bunlar əsəb-nəsəblə fəxr eləmək, mən filan kəslərdənəm, mən bunlar hamısı boş şeylərdir. Sən kimsən? İnsansan. İnsan kimi bizim ünvanımız eynidir. Əvvəlimiz də, axırımız da eynidir.